CSS-də HTML təqlərini seçib onlara necə stil verə bilərsiniz, bunları bilmək istəyirsinizsə bu video tam sizin üçündür. Salam, mən Azad Eyvazov. 5 ildə aktiv şəkildə proqramlaşdırma ilə məşğul oluram. Kanalımda WordPress və HTML dərsləri mövcuddur. Hal-hazırda CSS dərslərinin 2-ci dərsini keçirəm və bu dərsdə biz CSS selektorlarını öyrənəcəyik. CSS selektorları nədir? CSS selektorları vasitəsilə biz HTML təqlərini seçib onlara müəyyən stillər verə bilirik. Bunları mən praktiki şəkildə göstərəcəm nə olduğunu, amma qısa şəkildə deyim ki, məsəl üçün bizim P təqimiz var, yəni paragraf təqimiz var. Buna heç bir class, ID və s. verməmişik. Bunu necə seçə bilərik? Normal qaydada məsəl üçün CSS-də P yazırıq və fiqurunu mötərizə açırıq. Onun içində hansı stilləri verəcəksək, onları qeyd eləyirik. Və digər şeyləri də məsəl üçün class-la, ID ilə də seçə bilirik. İndi keçək biz praktikaya və baxaq görək ki, bunları necə biz özümüz kodlar vasitəsilə eləyə bilərik. Deməli, CSS dərsləri papkasını açırıq, daxil oluruq VS Code'a. VS Code'da keçən səfər biz CSS-ə girişi izah eləmişdik. Bunların yeri fərqli idi. Index HTML assetsinin içində, assetsində içindəki style CSS ümumi belə deyək hissədə idi. İndi dəyişdim mən bu dərs üçün. Özümlə biraz praktika elədim, yadıma saldım necə eləmək olar deyə sizə daha rahat dərsi izah eləyə bilim deyə belə deyək. İndi özüm üçün qeydlərdə aparmışam. Bu qeydlərdə baxa-baxa sizə izah eləyəcəm necə olduğunu. Prinsipcə belə deyək, sadə bir şeylərdir. Sadəcə üzərində müəyyən qədər praktika eləsəniz artıq normal şəkildə selektorlarla hətta belə deyək, yaxşı şəkildə işləyə bilərsiniz. Belə, indi nə edək? Yeni bir dənə fayl yaradırıq. Adını qoyuram selektor.html. Bir dənə də assetsin içində. Burada nəsə problem var? Bir dənə də assetsinin içində selektor.css fayl yaradıram. HTML-in içində HTML təqlərini əlavə eləyirəm və head təqinin içində biz nə edirik? Selektor CSS-i çağırırıq. Bunun üçün nə etməliyik? Assetsə daxil olub onun içindəki selektor CSS-i seçməliyik. Bunu bilmirsinizsə, keçən dərsdə ətraflı məlumat vermişəm bunlarla bağlı. Yəni CSS fayllarını necə seçib istifadə edə bilərik. Bu baxımdan izah eləmişəm keçən dərsdə. Deməli belə, bizim birdən çox selektorumuz var. Bunlar nədir? Comment açım. Məsəl üçün class vasitəsilə seçə bilirik. Məsəl üçün .azad ID vasitəsilə seçə bilirik. DS azad məsəl üçün. Sonra ümumi bir şey seçə bilirik. Yəni məsəl üçün H1 təqi olsun. Bu da ki təqin özü vasitəsilə yaza bilirik. Yəni seçə bilirik. Başqa nəyimiz var? Bir dənə baxım. Class universal. Universal da budur ki ulduz vasitəsilə qeyd olunur və bütün CSS-in o daxil olduğu fayldakı bütün hər bir şeyi, hər bir elementi əhatə eləyir. Yəni hamısını. Belə deyək. Başqa. Bir də ki nəyimiz var? Attribut selektoru var ki, bu da belə bir şey olacaq. Input məsəl üçün type. Məsəl üçün type olan inputlara nəsə eləyə biləcək, CSS verə biləcək, stil verə biləcək. Sonra bir də var, tutaq ki input var və bunun type'ı belə olmalıydı. Üzr istəyirəm. Bəli, tutaq ki, type text olan inputu yalnız biz stil vermək istəyiriksə, bu şəkildə yazacağıq. Hepsi bu vərəq çevrimi tərəfə. Bir də var attribut selektorları. Bu dərsdə nələr keçəcəmsə, indi hal-hazırda mündərizat formatında yazıram və sonrasını bir yerdə işləyəcək. Deməli, attribut selektor növləri var. Exact max. Bu nə edir? Məsəl üçün A, yəni anchor təqi
targeti blank olanları biz məsəl üçün nəsə bir stil vermək istəyiriksə bu cür yazmalıyıq. Aha. Sonra attribute contains var. attr yazım. Contains. Tak, burada bütün məsəl üçün hər hansı bir klass vermişik, tutaq ki, azad klassı, o azad klassının olduğu bütün elementləri seçməyimizə yarayır. Buna necə yazırıq? Class tak ulduz bərabərdir qoşa dırnaq və məsəl üçün azad. Sonra nəyimiz var? Baxaq görək. Attribute starts with. Bununla nə edirik? Məsəl üçün azad tagi ilə, azad yazısı ilə başlayan bütün klassları seçə bilirik. Məsəl üçün var, tutaq ki, azad boşluq btn, məsəl üçün bir də var azad 1 birləşik yazıldı. Azad 5 məsəl üçün birləşik yazıldı. Oradakı azad sözünü axtarıb tapır və o həmin azad sözü keçən bütün klasslara stil verir. Bu da necə olur? Class dollar bərabərdir azad məsəl üçün. Sonra attribute end with var. Buradakı adından da təxmin eləyə biləcəyimiz kimi adının sonunda azad sözü ilə bitirsə, azad hissəsi ilə bitirsə onları axtarıb tapır. Start with belə deyək, azadla başlayan klassları tapır. Azad 1, azad məsəl üçün 85 yazılıb, hamısı da birləşikdir, yəni. Oradakı azad hissəsini tapır. Amma ki, end with-də isə sonu azadla qurtaran klassları tapır. Ondakı yazılışı çox üzr istəyirəm, bunu səhv yazmışam. Bu belədir. End with isə belədir. Azad. Bunlar əgər front-end developer olsanız, ümumiyyətlə də belə deyək, həyatınızın hansı hissələrində kodlaşdırmada təbii ki lazım ola bilər. Ona görə bunları öyrənməyiniz sizin üçün çox xeyirlidir. Belə, keçdim nəyə? Attribute word selector. Attribute word selector. Bunun yazılışı bu cürdür. Belə. Taş. Burada da azad yazıram. Hamısını azad yazdım çünki ağlıma düzəməli bir şey gəlmir. Class, deməli bu neyini? Class listində ayrıca söz kimi tutaq ki, azad varsa onu tapır. Məsəl üçünü bayaq birazdan göstərəcəm. Və son olaraq da kombinasiyalar var. Selektor kombinasiyaları. Məsəl üçün tutaq ki, biz normalda yazırıq belə color red verdim məsəl üçün. Bunu belə də yaza bilirik. Tək bir dənə elementi kapsayır tuşlar demişəm. Bir də var ki, məsələn 5 fərqli şeyə biz eyni rəngi, məsəl üçün qırmızı rəngi vermək istəyirsə, bu zaman P məsəl üçün vergül, sonra H1, nə bilim, sonra H2 və s. belə yazırıq və hər bir tegə bu şamil olmuş olur. Nəysə, çox uzatdım. İndi keçirəm praktikaya. Birinci klass var, universal belə deyək. Və yaxud da ki, buradakı şeylə gedim elə. Sıralama ilə. Klass üzrə gedəcək. Tutaq ki, div nöqtə azad yazıram. Bu belə yazanda avtomatik klassa çevirir burada. Burada yazırıq azad Eyvazov. Mən buradakı selektor PHP HTML açıram Google Chrome'la. Gəldi burada deməli. Klass var. Sonra nə edirəm? ID hazırlayıram. Bir dənə də ID azad yazacağım. Deməli, bu üçü bizə bəsdir. Deməli, tagin özü, class və ID. Burada yazıram ki, məsəl üçün class yox, classın adını yazıram. Azad. Azad yazdığım üçün nöqtə azad yazmalıyam. Yəni klassın selektor yazılışı, yəni sintaksi bu cürdür. Nöqtədən sonra da klassın adı. Məsəl üçün buna verirəm color red.
Gördüyünüz kimi rəngi dəyişdi. Məsəl üçün, sonra azad yazıram. DS azad. Bu isə ID-nin selektor sintaksisidir. Bunu yazdım. Məsəl üçün, burada da font weight eləyirəm. Tutaq ki, 600. Gördüyünüz kimi qalınlaşdı. Bir də var divin özünü seçmək. Yəni ki, div yazırıq birbaşa. Bu P tagi olsaydı, əgər onda da P yazacaqdıq. Nə bilim, H1 olsaydı H1 yazacaqdı. Yəni hansı tagi istifadə eləyiriksə onun adını yazmalıyıq. Yəni tagin özünü istifadə eləyəndə. Məsəl üçün, burada da verirəm text transform. Yox, uppercase. Bu nə edir? Yazının hər bir hərfini böyüdür. Gördüyünüz kimi hər 3 versiyadan istifadə eləyərək, yəni class, ID və tagin özünü istifadə eləyərək biz müəyyən CSS stilləri verdik. Bunlar nədir? Rəngini qırmızı elədik class vasitəsilə. Sonra font weightini, yəni qalınlığını artırdıq ID vasitəsilə. Divin, yəni tagin özünü seçərək bu sözlərin hər bir hərfini böyütdük divin vasitəsilə. Bunların hər birini ayrı-ayrılıqda yazmağa ehtiyac yoxdur. Yəni sadəcə hansı yerdə sizə necə lazımdırsa o cür istifadə eləyərsiniz. Ola bilər hər bir şeyi klassla yazarsınız, gələcəkdə front-endi təkmilləşdirsəniz. Ola bilər məsəl üçün DS-nə yazarsınız və s. Bu yəni sizdən asılı olan bir şeydir. Amma düzgün variant klasslarla işləməkdir. Əsasən nəyə görə deyirəm? Çünki məsəl üçün divi verdik. Bütün divlər 100 dənə div var. O 100 dənə divin içində hamısına şamil olacaq. Ola bilər ki, text transformu məsəl üçün 2 yerdə istifadə eləmək istəyirsiniz, amma bütün divləri şamil olmuş olacaq. Bunu da istəmərik. Ona görə ən gözəli düşünürəm ki, çox vaxt yəni klassdan istifadə eləməkdir. Bu belə. Deməli, nə qaldı? Hamısını seçmək. Məsəl üçün biz burada P tagi yazırıq. Burada da yazıram, yəni azad Eyvazov. Bir dənə də span yazıram. Burada da yazıram məsəl üçün test. Burada lab class verim ki, məsəl üçün azad verdim. Burada da class var əslində. Azad tutaq ki 2. Nəyi göstərmək istəyirəm? Deməli, ulduzu bastıq. Sonra figurunu mötərizəni açıb ona məsəl üçün nə verə bilərik? Bunları müvəqqəti bağlayım və ya da ki, daimi də ola bilər. Əsas yəni bunları başa düşdüyünüzü zənn eləyirəm. Yenilədim, yəni köhnə versiyaya qayıtdı. Bunlara nə verirəm? Rəng verəcəm. Color, tutaq ki, blue. Yenilədim. Hər bir şey rəngi dəyişmiş oldu. Göy rəng oldu. Yəni gördüyünüz kimi bu divdir, bu PD və bu spandır. Bunların da içində klası var, hətta bunun ID-si də var, bunun da ID-si var. Amma gördüyünüz kimi ID-sinə və s. heç birinə baxmayıb, neynədi? Hamısına eyni stili vermiş oldu. Yəni ulduz vasitəsilə biz hər bir şeyə müdaxilə eləyə bilirik. Amma ki, bu bizə nə vaxt lazım olur? Bir CSS resetləməsi lazım olanda, ondakı real layihələrlə işlədikcən yavaş-yavaş başa düşəsiniz. Çətin bir şey deyil. Sadəcə mənim də ağlımda düzgün şəkildə qalmayıb deyə onu sizə izah eləyə bilməyəcəm. Bir də neynəmək üçün lazım olurdu? Onu da ki, buradan tapım. İndi sizə deyəcəm. CSS resetdən sonra da bir də bütün stillərə, bütün elementlərə eyni stili vermək üçün istifadə oluna bilər. Yəni belə bir şey lazım olsa, siz əgər onda bunu istifadə edə bilərsiniz. Məsəl üçün necə bir şey olar? Font family, hər hansı bir font şrifti seçmək istəyirsiniz və bütün şriftləri də bunu tətbiq eləmək istəyirsinizsə, ulduz vasitəsilə eləyə bilərsiniz. Bu belə. İndi keçək nəyə? Input type. Deməli, buradan bir dənə BR atıram. BR deyirəm, HR atıram. Buradan yazıram məsəl üçün 3 cür və yaxud 3-4 cür input hazırlayacağam. Biri type textdir.
Input 1'in type'ı yoxdur. Input 1'in type'ı email olsun. Və s. Hələ ki bu üçünü hazırlayıb gələcəkdə baxaq görək. Lazım olsa digər şeyləri də hazırlayarıq. Neyniyirdim mən? Deməli bunu da bağlayayım. Deməli type'ı olan inputları biz seçməyimiz üçün neyniyə bilərik sizdə? Kvadrat mötərizə açırıq. Burada yazırıq type. Yəni type'ı olan, düzgün yazırımdır. Bəli. Type'ı olan inputlara nə etməliyik? Biz stil verməliyik. Bu zaman nə edirik? Input kvadrat mötərizələr içində type yazırıq. İçində məsəl üçün nə stil vermək istəyiriksə onu qeyd edirik. Mən məsəl üçün 10 piksel solid black verirəm. Yox, red verim. Yəni 10 piksellik şey verdim buna. Adı border, yəni sərhəd belə deyək də. Fikir versəz, birinci və üçüncüyə tətbiq olundu bu. Niyə? Çünki bunun type'ı var, bunun yoxdur, bunun var. 1, 2 bunları seçildi. Bunların hər ikisinin type'ı olduğu üçün hər ikisinə də verdiyimiz stil şamil oldu. İkinci neynirik? Input İkincini nə üçün seçmədi? Çünki bunun type'ı yoxdur. İkinci olaraq biz neynirik? Type. Məsəl üçün, sırf text type'ına aid olan inputları üzərində işləmək istəyirsinizsə, onda bu cür yazırıq. Burada da yazıram, məsəl üçün, border olmasın, nə bilim, fərqli bir şey ola bilər. İndi optimal variant olaraq mənim ağlıma border gəlir. Tutaq ki, 20 piksel solid və ya dash head tutaq ki, blue yazdım. Dashdə nöqtəli deməkdir. Gördüyünüz kimi nə oldu? Belə qəribə bir şeylər yarandı. Bu dash, yəni nöqtə gedir. Rəngi göyərdi və daşı da olmuş oldu. Niyə? Çünki biz bunun type'ını text olaraq seçdik və birinci input elementimizin də type'ı text olduğu üçün verdiyimiz stil sırf buna şamil olmuş oldu. Deməli, bir də nə var burada bizə lazım olan? Düşünürəm ki, bunu da qurtardım. Bəli, bunu da qurtardım. Keçdim nəyə? Exact match və s. Attribute selection növlərinə. Məsəl üçün, bu qeyd elədiyim A taginin üzərindən gedək. Məsəl üçün, A, məsəl üçün, slash test yazıram. Burada da test yazdım. Bir dənə də bundan artırıram. Buna verirəm target blank. Nə bilim, birini də verəm ki, self. Deməli, 2, bu da 3. Yenilədim. Test 2, test 3 gəldi. Deməli, biz neynirik bu söhbətən exact match-lə? Deməli, A, target, altdan xətt blank, məsəl üçün yazdım. Yəni target blank olan, yəni yeni səhifədə açılacaq A tagində neynirik? Məsəl üçün bir dənə font family, yox, font size 20 piksel və yaxud da 40 piksel verirəm. Dəyişikliyi görə bilməyimiz üçün. Hop, gördüyünüz kimi test 2 böyümüş oldu. Niyə? Çünki test 2'nin targeti blankdır. Bunu self eləsəydik, nə olacaqdı? Selfə tətbiq olmuş olacaqdı. Gördüyünüz kimi bu dəyişdi. Bir də qaldı nə? Attribute contains. Attribute contains-i necə istifadə eləyə bilərik? Məsəl üçün, birdən çox div hazırlayıram. Buton, tutaq ki, adını qoydum. Tutaq ki, bunların hamısını seçdim. Class verirəm.
BTN, tutaq ki, BTN burada verdim 1, burada verdim 2. Bu məsəl üçün belə olsun. BTN azad və yaxud da test verim. Gördüyünüz kimi fərqli klass növləri hazırladım. Yeniləyirəm. Hamısının gördüyünüz kimi stili eynidir. Biz attribute contains ilə nə edə bilərik? Məsəl üçün bunu götürdüm. Bizdə nə idi? BTN. Bu vasitələ verirəm ki, rəngini elə bunların hamısının green, yəni yaşıl. Nöqtə vergüllə də biz kodumuzu bağlayırıq. Gördüyünüz kimi hamısının rəngi dəyişdi, oldu yaşıl. Burada mən birini dəyişmək istəyirəm. Tutaq ki, test BTN yazım ki, gördüyünüz kimi birinci başlayır testdən, yəni BTN ilə başlamır. İkinci BTN ilə başlayır. Üçüncü həm BTN var, həm də test var. Birini də hazırlayayım. BTN məsəl üçün az ad. Bunları indi nə üçün belə elədiyimi başa düşəsiniz. Çünki digərlərini izah elədikcə aydınlaşacaq sizə. Bu belə. Bunun vasitəsilə biz bütün BTN-ləri seçmiş olduq. Sonra nəyimiz var? Attribute start with. Class, məsəl üçün azadla başlayan. Bunu nə edirik? İstəyirsiniz belə göstərim. Class bərabərdir BTN. BTN-ni seçdik. Buna verirəm ki, nə olsun? Text transform uppercase verirəm buna da. Yeniləyirəm. Gördüyünüz kimi bu ikisi böyümüş oldu. Digərlərinə isə heç bir şey tətbiq olmadı. Niyə? Çünki BTN 2 və BTN-də start with, yəni BTN ilə başlayıb deyə bu ikisini seçdi. Burada 2 olmasına və yaxud da ki, nə bilim, SSS yazdım. Yəni hər hansı hərfin olmasına, rəqəmin olmasına baxmayaraq BTN ilə başladığı üçün bunu seçdi. Məsələn, burada az yazdım. Yenilədim. Gördüyünüz kimi buna tətbiq olmadı. Niyə? Çünki ilk klass BTN və onun da sonrasında hər hansı hərflərin, rəqəmlərin olmasına baxmır. Amma birinci klassda klass bərabərdir 2 nöqtə, burada BTN ilə başlamalıdır deyə buna tətbiq olmadı. Sonra nə var? Attribute end with. Bu da necə yazılır? Dollar vasitəsilə yazırıq biz bunu. Deməli, class dollar bərabərdir BTN. Yəni button tagini, class selektorunu seçdik, klassını seçdik. Buna veririk ki, nə? Color olsun, tutaq ki, red. Yeniləyirəm. Gördüyünüz kimi bir dənə bu dəyişmiş oldu. Niyə? Çünki sonu BTN ilə bitən yalnız bu tagimizdir. Bu birlərin BTN ilə başlayır. Bu tək BTN-dir. Bunda isə ortada BTN yazısı mövcuddur. Yalnız bunun sonu BTN ilə bitdiyi üçün birinci buttona şamil oldu. Sonra attribute word selector. Biz bunun vasitəsilə ortalarda, belə deyək də, olan BTN yazısını tapıb ona stil verə bilərik. Deməli, belə yazdıq. Dalğalı xətti qeyd eləyirik, yazırıq. Ondan sonra həmişəki qayda ilə BTN nə verə bilərəm buna? BTN. Tutaq ki, bunu da font familiesini dəyişirəm. Arial verirəm. Tutaq ki, bunu verdim. Hop, gördüyünüz kimi bu yalnız dəyişmiş oldu. Niyə? Çünki burada ortalarda bunu tapdı. Əslində bunu da tapmalı idi deyə düşünürəm. Class listində, yəni ki, burada birdən çox klasslar var. Bunun içində ayrıca BTN varsa bunu tapır və ona stil vermiş olur. Düşünürəm ki, selektorları biz başa düşdük. İndi biz selektor kombinasiyalarına keçəcəyik. Əgər hər hansı bir sualınız varsa, rəylərdə yazmağı unutmayın. Belə dostlar, bu video çox uzadığı üçün ikinci
hissəsini çəkəcəm. CSS-də selektor kombinasiyalarını və digər selektorlara aid olan hissələri. Dərsimiz bu qədər idi. Dinlədiyiniz üçün təşəkkür edirəm. Əgər videomu bəyəndinizsə bəyənməyi, rəyləri yazmağı unutmayın, kanala abunə olmağı unutmayın və paylaşsanız da videonu sevinərəm. Sağ olun, salamat qalın.